Assalamu aleykum ve rahmetullahi ve berekatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselam alel enbiya vel mursalin. Rabbi şrah li sadri ve yassir li amri vahlul uqdatan min lisani yafqahu qawli. Değerli kardeşler, Allahu Teala Müminun surəsində müminlərin sifətlərini bizə izah edir. İlk 11 ayədə zaten bu çox önemlidir, bu ayrıca bir mövzudur. Euzubillahimineşşeytanirracim, bismillahirrahmanirrahim. İlk ayədə Allah deyir ki, qad əfləhəl müminun. Artıq müminlər nicata uğradı, qurtuldu. Birinci sifətinə gəlir, əlləzinəhum fi salatihim xaşiun. Onlar o kəslərdir ki, öz namazlarında xuşu ilə olarlar. Xuşu yəni tam muti olarlar. İkinci sifətinə gəlir, وَالَّذ۪ينَهُمْ عَنِ اللَّغْوِ مُعْرِدُونَ. Bugün bu barədə danışmaq istəyirəm. Onlar o kəslərdir ki, ləğvə arxa çevirərlər, ləğvdən uzaqdır. Ləğv nə deməkdir? Lazımsız hər bir şey. Boş-boş söhbətlər, nə bilim, kimisə istehza eləmək, nə bilim, kimisə ələ salmaq, ara vurmaq, ara qatmaq. Bütün bu şeylərdən möminlər uzaqdırlar. Namazı xuşu ilə qılmaqdan sonra ikinci müminin sifəti budur. Və ləğv o tek demək deyil ki, məsəl üçün, dində, İslamda olmayan insanlar nəsə bu ilə məşğullar, biz bunlardan uzaq durmalıyıq. Təəssüflər olsun ki, bu dəqiqə din adından da o qədər artıq mövzularla insanların başına qatırlar ki, onlar həmən o ləğv dərəcəsinə çatır. Yəni, insanlar mühüm məsələləri unudub, hələ məsələləri, insanların başına hələ məsələlərlə qatırlar ki, birincisi, o məsələ barəsində açıq aydın Quranda ayə yoxdur. Bir misal çəkimdə, Adəm əleyhissalamdan öncə insanlar var idi mi, yox idi mi? Yoxdur açıq aydın ayə bu barədə. Maraqlı mövzudur, tarixdir, kimsə öyrənmək istəyir, araşdırsın, bu təzə mövzu deyil. O, kimsə təqdim edir, güya onun şəxsi araşdırmasıdır. Kim istəyir, baxsın Fəxraddin Ərazinin təfsirinə, Əl-Bağavinin təfsirinə. 500-600 il bundan əvvəl artıq bu söhbət vardı təfsir kitablarında. Amma bu dəqiqə aktual mövzular müzakirə olunmur. Bütün peyğəmbərlərin, bütün elçilərin, Allahın salamı olsun onların hamıya, əsas etdiyi təbliğat, dəvət nə idi? Tövhid. وَمَا أَرْسَلْنَ مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَعْبُدُونَ. Səndən öncə belə bir elçi göndərmədi ki, ona vəhiy etməyək ki, məndən başqa heç bir ilah yoxdur. Yalnız mənə ibadət edilsin. Şirk var indiki zamanda. Var. Necə Nuh Aleyhisselamın zamanında var idi, Hud Aleyhisselamın zamanında var idi, Salih Aleyhisselamın zamanında var idi, bizim də zamanımızda var. Daşa ibadət edən var, taxta ibadət edən var, şəkilə ibadət edən var, heykələ ibadət edən var, qəbirə ibadət edən var, hər şey var. İnsanları bunlardan çəkindirməkdənsə, bu dəqiqə hələ mövzularla insanların başına qatırlar. Yer kürədirmi, düzdürmü? Düşman oldu dindarlar bir-birinə qarşı. Düşman olurlar bu mövzu. Yoxdur açıq aydın ayə bu barədə. Şirk barəsində onlarca ayəni qoymuşuq qırağa. Tövhid barəsində ayələri qoymuşuq qırağa. İndi bu barədə tartışılır bir-birimizdən. Düşman olmuşuq. Bax, bu da ləğvdir. Luqman öz oğluna ilk verdiyi nəsihət nə idi? Ya buneyyə, lə tüşrik billahi. İnnə şirkə lə zulmun azim. Ey oğlum, Allaha şərik qoşma. Şirk əzəmətli bir zülümdür. İlk nəsihəti də oğluna. Ona görə bu Allahın dini, əlhamdülillah, Allah Quranda dəfələrcə deyir. Həmim vəl kitabil mubin. And olsun açıq aydın kitaba. Açıq aydın ayələr var. Açıq aydın mövzular var. Zamanımıza uyğun olan, necə ki Allahın elçisinin zamanında İçki içən də, şərab içən də var idi, zina edən də var idi, qumar oynayan da var idi, faizlə pul borca verən, ribaçılıqla məşğul olan var idi. İndi də var. İndi eyni problemlər yaşanır. İldə neçə nəfər insan içkili vəziyyətdə
yol qəzasında dünyasını dəyişir. Neçə nəfər insan qumar oyunlarında evlərini uduzur, malını, mülkünü uduzur, ailəsi, uşağı çöldə qalır. Nə bilim, içkili vəziyyətdə insanların başı işləmir, bir-birlərini öldürürlər, dava edirlər. Nə bilim, insanlar faizə borca girib altından çıxa bilmirlər, evsiz qalırlar, çöldə qalırlar, malı, mülkü gedir əlinə. Eyni problemlər yaşırıq da bizdə. Bu barədə açıq, aydın ayələr var axı Quranda. Bu problemlər bu dəqiqə aktualdır axı cəmiyyətdə. Biz bu dəqiqə bunu qoymuşuq qırağa, ancaq belə məsələlər ki, o barədə yoxdur açıq, aydın ayələr. Yoxdur. İndi biri bu cürlə başa düşür, o biri bu cürlə başa düşür. Axırda baxsan, olsa hamı gedir, söykənir, nəyə? Ya İsrailiyyətə söykənir, ya əski əhdə söykənir, yəni Tövrata, Tənaha söykənir. Odur ki, zamanımızda hamımız bilirik ki, təhrif olunmuş vəziyyətdədir. Orada həqiqət nədir? İman etmişik, əlbəttə ki. Biz bütün kitablara, Allah nazil etdik, bütün kitablara iman etmişik. Amma Allah Quranda bizə nəyi açıq aydın bildiribsə, onun dəvətini eləyək də, o şey üzərində biz çalışaq. Bax, Allah subhanahu wa ta'ala öz elçisinə bunu buyur, amma bu bizim hamımıza aiddir. وَإِذَا رَأَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آيَاتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّى يَخُوضُوا فِي حَدِيثٍ غَيْرِهِ وَإِمَّا يُنْسِيَنَّكَ الشَّيْطَانُ فَلَا تَقْعُدْ بَعْدَ الذِّكْرِ مَعَ الْقَوْمِ الظَّالِمِينَ. Sən bizim ayələrimizi məsxərəyə qoyan, bizim ayələrimizi ələ salan bir toplum görəndə onlardan uzaqlaş. Onlar mövzunu dəyişməyənə qədər, bu söhbəti dəyişməyənə qədər. Əgər şeytan sənə unuttursa bunu, yadına salan kimi Allah nə deyir? Bu zalim insanlardan, zalim qövmündən uzaqlaş. Ayələri məsxərə qoymaq o yalnız ateistlərə, deistlərə aid deyil. Təəssüflər olsun ki, hal-hazırda din adından da təbliğ aparanlar, onlar demək ki, Allahın bütün haramlarını halal ediblər. Məsxərədir də bu da qardaş. İndi bəzi qardaşlar deyir ki, filan kesin bəzi dərslərində bəzi faydalı məsələlər də var. Amma sən ona qulaq asdıqca, ona ayələr də var, dəlil getirəcək inşallah. O sənə şuraltı işləyir. Birinci nə inədilər? Birinci dedilər ki, yad kişi ilə yad qadın əl-ələ görüşməyə problem yoxdur. Yoxdur, bu problem, belə ayə yoxdur Quranda. Halbuki Allah Quranda deyir ki, قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّ مِنْ أَبْصَارِهِمْ Nur surəsində. Möminlərdir ki, gözlərini aşağı salsınlar. Nəyə ki, əldən söhbət gəlir? Deyirlər, əl-ələ görüşməyə problem yoxdur, yəni belə ayə yoxdur. Bu haram deyil. Biraz üstündən vaxt keçdi, yaqin özünüz eşitmişsiniz. Çıxdılar, danışdılar ki, əstəğfurullah. Bir insan nikahda deyilsə, subaydırsa, cinsi əlaqəyə girirsə, bu zina sayılmır artıq. Atdım, getdilər, görün hara gəlib çıxdılar. Birinci əl-ələ görüşməyə icazə verirlər, sonra əstəğfurullah artıq cinsi əlaqədə ki, zina deyil. Ancaq evlilərə aiddir zina. Və belə şeytan atdım azdırır. İblis lənətullah aleyh gəlib Adəm əleyhissalama demədi ki, Allah'a şərik qoş. Ya Allahın varlığını inkar elə. Mümkün deyil axı bu ilə yoldan çıxarmaq. İblis lənətullah aleyh and içdi, aman etdi. Necə yoldan çıxartdı? وَقَالَ مَا نَهَاكُمَ رَبُّكُمْ عَنْ هَذِهِ الشَّجَرَةِ إِلَّا أَنْ تَكُونَ مَلَكَيْنِ أَوْ تَكُونَ مِنَ الْخَالِدِينَ وَقَاسَمَهُمَا إِنَّ لَكُمَ لَمِنَ النَّاسِحِينَ Əraf surəsində 20-21-ci ayə. Dedi ki, sizin Rəbbiniz, siz mələklərdən olmayasınız və əbədi yaşamayasınız deyə bu ağacı sizə haram etdi. Və sonda nə eləyir? Qasamə, and içir. Hər ikisi and içir. Mən sizin üçün səmimi nəsihət verənəm. Yəni, bir dənə haramı onların gözlərini halallaşdırdı. Problem də nədə idi? Allah subhanahu wa ta'ala öncədən Adəm əleyhissalamı dedi ki, İnnehu lakum aduvun mubin. Həqiqətən o sizin açıq aydın düşmanınızdır. Düşmana nə elədi? Qulaq asdı. Qulaq asdı, şirin dil var. Bəlağət var. O ilə də şeytan nə elədi? Azdırdı. İndi də eyni şeydir. Yəni, özünüz şahidsiniz. Yəni, nələr baş verir? Yəni,
Allah Teala Quranda deyib ki, spirtli içki içmeyin. Deməyib ki, spirtli içki içilən yerdə oturmayın. Desən ki, hədis var 9 nəfər, 9 qrup insan lənətlənir bu barədə. Yox, mən hədis saat qəbul eləmirəm. Quranda belə bir ayə yoxdur. Qardaş, necə yəni Allah subhanahu wa ta'ala ricsun min əməli şeytan adlandırdığı bir əməli, rics murdar deməkdir, nəcis sözün bir sinonimidir. Bu spirtli içkiləri xamr ordu gedir ümumi. Xamr, ximar, yəni hamısı başdan əlaqəlidir. Və İnnəmə harram aleykumul xamru vəl misə və qumar oyunları. Allah bu iki əməli Quranda şeytanın murdar əməli adlandırır. Əgər sən Allahı sevirsən, Allahın kitabını sevirsən, Allahın dinini sevirsən, Allahın elçisini sevirsən, sən necə gedirsən o murdar işin içində oturursan, özün rahat hiss edirsən. Nə olur, mən içmirəm. Bu fetvanı verdən sonra başqa bir fetva da verəcəklər. Yəni hamısı atdım, yəni mən niyə görə bunu deyirəm? Bunlar hamısı ləğvə aiddir. Bunlar hamısı din adından ləğvdir. İnsanları bu ilə satdırırlar. Allahın elçisi təsəvvür edə bilirsiniz ki, Allah subhanahu wa ta'ala içkini haram buyurandan sonra getsin haradasa hansı içki məclisində otursun rahat. Belə şey gözünüzün qabağına getirə bilərsiniz siz. Allahın sonuncu elçisi Muhammed sallallahu aleyhi ve sellem oturub içki məclisində əstəğfirullah oturur. Özünü də çox rahat hiss edir. Mümkündür belə şey. Vicdanlı bir dindar bunu təsəvvür edə bilər belə bir şey. Aldadmayın insanları da. Oradan aldadırsınız. Buradan Quranda şey yoxdur. O dərəcə ki, namaz yoxdur Quranda. Namaz əlbəttə yoxdur Quranda. Quranda ikamətus salə keçir. Mən ikamətus salə desəm Azərbaycanda kim mən anlayacaq? Nəinki Azərbaycanda var ki, qeyri-ərəb olan müsəlman məmləkətlərində kim anlayacaq məni? Anlayan dildə danışacağım da. Hələ insanlarla danışacaqsın ki, insanlar səni anlasınlar. Yaxşı, Quranda namaz kəlməsi yoxdur. Namazı ləğv elədilər. İçki məclisində oturmaq olar. Əstəğfurullah, suba insanlara əstəğfurullah, cinsi əlaqəyə girmək olar. O olar, bu olar. Qardaş, əgər din hələ rahat olsaydı, niyə görə İbrahim əleyhissalamı hicrət elədi? Niyə görə Muhammed əleyhissalamı hicrət elədi? Niyə görə İsa əleyhissalamı çarmıxa öldürmək istədilər? Allah subhanahu wa ta'ala xilas elədi. Əgər din belə rahat yaşansaydı, onlar onu niyə görə o qədər əziyyət çəkdilər? Həmən bu toplumdan əziyyət çəkdilər də, həmən bu toplum sevmirdi onları. Niyə görə? Çünki haqqa dəvət edirdilər. Allah subhanahu wa ta'ala Quranda takva ilə doğru dürüst sözü bir yerdə zikr edir. Eyni ayədə Əhzab surəsində 70-ci ayədə Ya eyyuhəl-ləzina amanu taqullaha və qulu qavlan sadidə. Ey iman edənlər, Allahdan qorxu, doğru dürüst söz söyləyin. Yəni takva biz danışmışıq tek qorxu deyil. Yəni qorxub haramlardan çəkinmək. Çünki iblis də deyir, mən Allahdan qorxuram. İnni əxafullah rabbel aləmin. Quranda neçə dəfə? Həşr surəsində də keçir, Ənfal surəsində də keçir. Qorxu başqa, qorxub haramlardan, günahlardan çəkinmək. Odur takva. Allah görürsünüz, takvanın doğru sözü eyni tutur. Əgər sən takva sahibisənsə, sən doğru dürüst söz söyləməlisən. Bir insan o qədər yalan danışırsa, lazım deyil ondan gözləmək ki, hansı bir mövzuda har vaxtsa həqiqətli deyəcək. Deyəcək də, niyə deməyəcək ki? Amma əsas mövzularda ki, aldadır toplumu. Allahın elçisinə Muhammed aleyhisselam vəhiy gəlməmişdən öncə Məkkədə Qureyşin içində necə tanınırdı o? Muhammed Əmin. Əmin, əmanət, eyni köklü sözdür ərəb dilində. Yəni ona əmanət edirdilər hər bir şeyi. Etibarlı insan idi. Allah subhanahu wa ta'ala onu seçdi, sonuncu kitabını ona nazil etdi. Seçdi və mə arsalnak illə rəhmətən lil aləmin. Biz səni bütün aləmlərə yalnız rəhmət olaraq göndərdik. Bütün aləmlərə rəhmət olaraq. Əmin idi o insan. Yəni mümkün deyil ki, bir insan əmin olmasın. Hardasa yalan danışsın, hardasa yaltaqlıq eləsin, hardasa həqiqəti gizlətsin və Allah subhanahu wa ta'ala həmin insanı elçi seçsin. Bu mümkün deyil. Belə şey ola bilməz. Vəhiydən öncə əmin idi, vəhiydən sonra da əmin oldu.
Allahın elçisi əgər dinlərə yaşamaq rahat idisə, niyə görə sahabələrini Həbəşistana hicrətə göndərdi? 2 dəfə göndərdi. Özü niyə görə Mədinəyə hicrət elədi? Məscid-ül Haram Məkkədə, Kəbə Məkkədə, niyə görə oranı tərk elədi? Çünki həqiqət insanlara xoş gəlmirdi. Qoymadılar onu orada yaşamağa. Suiqəstə hazırladılar ona qarşı. İndi isə Allahı razı salmaqdansa ancaq çalışılır toplumu razı salsınlar. Toplum razı olsun. Problem yoxdur. İçki məclisi ged otur. Heç bir sınır. Özün içmə problem yoxdur. Ged otur. Nə bilim, bir dənə də video mənə göstərmişlər. Uca bu lotereyalar, zatlar, uca akası bunlar qumar deyir, əstəğfurullah. Ha, qumar başqa şeydir. Bu qumara aid deyil. Ha, yaxşı, onu da ged oyna. Ha, halal haram qalmadı ki ortalıqda. İndi ölkədə problemlər tam başqadır. Nə bilim, əksinə insanları dəvət eləmək lazımdır, insanları subut eləmək lazımdır, reallığı göstərmək lazımdır, Qurandan ayələr göstərmək lazımdır. Bu təzə çıxan şeylər deyir ki, indi kimsə internetdə online oynur, qədim zamanda onu sümü ilə oynayırlar. Eyni şeydir, nə fərqi var ki? Alət dəyişdi. Başqa nə dəyişdi ki? O vaxt necə haram idində eyni şeydir. Deməli, bütün Allahın elçiləri Allahın dininə dəvət etməkdə sıxıntılar çəkiblər. İmtahanlardan keçiblər. Sınaqlardan keçiblər. Yəni, toplum qəbul etməyib də. Niyə görə? Toplum islah olmaq istəməyib, xoş gəlməyib onlara bu. Və necə olur ki, indi məsəl üçün bir nəfər çıxır, bütün toplum ondan razıdır. Bütün toplum razıdır, bütün toplum sevinir ki, nə yaxşı bu. Hər şey olar, nə gözəl dindir bu. Deməli, Allahın elçiləri bacarmadığını ya bu insan bacarır, onlardan daha güclü dəvətçidir bu. Nuh aleyhissalamdan, Hud aleyhissalamdan, Salih aleyhissalamdan, Musa aleyhissalamdan daha güclü dəvətçidir bu. Ya da ki, dəvəti həqiqi dəvətdir. Çünki bunlar hamısı həmən وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِدُونَ. Möminlər o kəsədir ki, həmən ləğvə arxa çevirərlər, uzaq durarlar. Dinin içində də ləğv var. İnsanların başını qatırlar. Yəni, yolda da qardaşlarla söhbət oldu. Yəni, neçə nəfər ibadəti buraxdı? Neçə nəfər vapşi ateist oldu bundan sonra? Yenə deyirəm, mən səmimi ateistə daha çox hörmət edirəm, nəyin ki münafiqə. Zaten bu Quranla da sabitdir. Münafiqlər Allahın ən böyük düşmanıdır, cəhənnəmin dibində də münafiqlər olacaq. Ən-Nisa surəsinə görə. Amma biri var, insan çalışır da səmimi dindar olsun. Amma kiminsə, neyinsə, hansısa fikrin təsiri altına düşür. Axırda gəlir bu vəziyyətə düşür. Niyə görə? Çünki vaxtında bu ləğvdən uzaq durmadı. Bir də qardaşlarda böyük bir problem var. Qardaşlar özləri oxumağa qorxurlar. Mütləq gerək hansısa dəvətçi çıxsın, nəsə bu mövzu barəsində bir dənə video çəksin, ya nə bilim paylaşım eləsin, ya qardaş, düzdür, yaddaş fərqlidir, nə bilim IQ fərqlidir insanlarda. Amma Allah subhanahu wa ta'ala bu kitabı sənin üçün də nazir edib, mənim üçün də nazir edib, hamı üçün nazir edib. فَاَيْنَ تَزْهَبُونَ اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ. Siz hara gedirsiniz? Halbuki bu yanı Quran bütün aləmlər üçün bir zikirdir. Elmin azdısa ondan hökm çıxartma yine. Hökm çıxartmaqdan sən mükəlləf deyirsən. Amma özün üçün oxuyub, maraqlanmaq, öyrənmək, həyatında tətbiq eləmək. Təəssüflər olsun ki, indi baxıram ki, o bəzi dəvətçilər eyni metoddan gedirlər. Yəni bir ayə getirirlər. Bu mövzuda başqa 3-4 dənə ayə var, onu getirmirlər. Quranı da heç olmasa 4 dəfə, 5 dəfə oxumayan insan o şeyin fikrin təsiri altına düşəcək. Din sözü əslində ərəb dilinə qədim İbrani dilindən gəlib. Hətta bax, Fatihə surəsini oxuruq. Məliki yevmiddin deyirik.
Din günün sahibi, maliki. Yəni qiyamət günü nəzərdə tutulur da. Nə nəzərdə tutulur? Haqq hesab olacaq. Din sözü mənalarından biri də budur. Yəni din haqq hesabdır, nizam, intizamdır. Din anarxiya deyil. Mən bu ayəni istəyirəm, belə başa düşürəm. Mən istəyirəm, belə başa düşürəm. Mən istəsəm ibadəti belə eləyəcəm, mən istəsəm... Təsəvvür edin ki, Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm Mədinədə çıxır imamlıq eləməyə. Biridir ki, mən sənin arxamda istəmirəm namaz qılma. Mən namazı az qılacam, mən tələsirəm. Hətta münafiqlər belə qalxırdı namaza. Allah Quranda deyir. İnnəl münafiqinə yuxadi'unallah və huvə xadi'um və izə qamu salata qamu kusala. Onlar namaza ilə salata, onlar namaza qalxanda tənbəlliklə qalxarlar. Yəni onların əlamətlərindən biridir. Amma yenə qalxırdılar. Heç kim bunu deyir. Amma indi yəni ibadət mövzusu biraz oyuncaq kimidir. Biri deyir, mən istəyirəm belə ibadət edirəm, biri deyir, yox, mən istəyirəm belə ibadət edirəm. Allah Quranda cəmaat namazı dəfələrcə zikr edib. Cümə surəsi. Cəmaa kökündəndir cümə sözü. Cümə toplanmaq deməkdir. Allah subhanahu wa ta'ala heç bir ibadətimizə ehtiyac yoxdur. İndi tövhiddən xəbəri olan hər bir insan bunu bilir. Allah subhana deyirik. Heç bir şeyə ehtiyac yoxdur. Allahu samad deyirik. Allah heç bir şeyə ehtiyac yoxdur. Bizim ehtiyacımız var. Bu ibadət də bizi birləşdirəndir. Biri deyəcək, mən namazı saat 12-də qılacam, o birisi deyəcək, yox, mən namazı 8-də qılacam. Biz necə birləşəcəyik? Biri deyəcək, mən yarıdan çıxıram, o biri deyək, mən sonra çıxacam namaza. Allah subhanahu wa ta'ala cəmaat şeklində, hətta İsrail oğullarına da bu keçir, bu Məryəm Sıddıqaya da keçir. Və aqimu salata və atu zakata və rka'u ma'a raki'in. Namazı doğru dürüst qılın, zəkatınızı verin, rükü edənlərlə birlikdə rükü edin. Ən-Nisa 102 var, hətta hərb zamanı cəmaatla namaz qılmaq var. Deməli, bu önəmlidir ki, Allah bunu zikr edir. Cümə namazında ticarəti buraxmaq var. Önəmlidir. Olmaz, bu şeylərdə rüxsət vermə olmaz. Allah subhanahu wa ta'ala əgər bir şeyin halalını, haramını bildiribsə, bunu durub kimdənsə öyrənməyə ehtiyac yoxdur. Yəni, Allah uzaq eləsin. Məsəl üçün, bu dəqiqə süfrəyə donuz kababı gəlsə, kimsə hansısa hocaya, hansısa şeyxə zəng vuracaq, sual verəcək, bax süfrəyə donuz kababı gəldi, onlar yey, olmaz. Qardaş, Quranda neçə dənə ayə var, hamısı da innəmə kəlməsindən başlayıb, hamısında ləhmul xınzır keçir də, donuz əti keçir. Biri də haramdır da. İndi bu mövzunu biz belə biliriksə, açıq aydın. Qardaş, necə oldu bizi namaz mövzusunda aldada bilirlər? Necə olur bizi oruc mövzusunda? İndi təzə mövzu çıxıb, Ramazan bir ay, oruc deyir 10 gündür. Orada 184-cü ayədə qrammatikaya görə orada 10-a qədər say olanda cəmhalı qadın cinsli əlif təyi ilə bitirirsən. Bəsdir də. Ərəblər deməli nahv saf bilmirlər, qrammatikanı anlamırlar indiyənə qədər. İndi bir-iki dənə türk dilli müsəlman çıxdı. Onlar İbn-i Munzirdən zatdan daha yaxşı anladılar ərəb dilini. Bu ayədən bu şeyə hükmü çıxartdılar. Bəs şəhr-ü Ramadana keçir. Fəmən şəhidə minkum fəl yasumhu. Şəhr ay deməkdir. Yasumhu, onu oruç tutsun. Qardaş, biri var insan ki, mənim imanım zəifdir. Mənə bir ay oruç tutmaq çətin gəlir. Bəlkə Allah məni bağışlayır, mən 10 gün tutub. Hələ nəsihət verir ki, qardaş, hələ deyir də sağlamsan, Allah rizası olur, tutamıyorum. Mən bunu deyərəm, özü biləm. Bir var, sən çıxırsan, sənə minlərcə insanlar baxırsan, deyirsən ki, yox, Ramazan ayında 30 gün oruç tutmağa ehtiyac yoxdur, 10 gün. Bunlar hamısı ləğvidir. Ola bilsin, o insan o danışığında haradasa bir dənə ağıllı, bir dənə faydalı məsləhət də verər. Amma ehtiyac yoxdur ona baxmağa. Yəni, bu var. 1400 il üstündən keçir. Belə məsələlər var ki,
Biz bilmirik, onu gerek bizdən daha çox bilənlərdən soruşaq, öyrənək. Amma təməl məsələlər yoxdur da qardaşlar. Təməl məsələlər yox. Təməl məsələləri Allah, həmd olsun, Allahın kitabından da öyrənirik. Səhih sunna var, səhih sunnadan da öyrənirik. Ki, bu təməl məsələdir. Bu belə olmalıdır. Bu məsələlərdə artıq şeytan bizə yaxın durmamalıdır. Biz onu gözlə görmürük, Allah deyir, açıq aydın düşmanınızdır. Halbuki ki, siz görmədiyiniz yerdən o və onun zürriyyəti sizi görür. Amma açıq aydın düşmanımızdır. Ömür boyu, bax, fikir versəz, məsəl üçün, İsa aleyhissalam, o gələndə, o kimə qarşı mübarizə apardı? O, gedib hansısa müşrik qövmə zada gedməmişdi. Hələ öz xalqına, İsrail oğullarına, hələ öz xalqının elm əhli sayılan şəxsləri ilə. Onlarda iki növ idi, fariseylər, sadukeylər. Onlarda elm əhli var idi, sadukeylər. O dərəcəyə çatmışlar ki, elm əhli sayılırdılar. Süleyman Aleyhisselamın məbadında otururdular. Şurada oturmuşlar, qiyamət günü inkar edirdilər. Amma elm əhli sayılırdılar. Bu, Allah subhanahu wa ta'ala bütün bu ayələri Quranda bizə boş yerə nazil eləmir. Belə rahat olsaydı dəvət, Musa aleyhissalam Firavunun sarayına gedir, gəlir. Əstəğfurullah, Musa aleyhissalam dedi ki, getdim də bir dəfədə. Çatdırdım da haqq onda, bitdi, yox. Çetindir dəvət. Toplum həqiqəti adətən heç vaxt rahat qəbul eləməyib, heç vaxtı. Biz özümüz gerək sabit olaq ki, dində, imanda sabit olaq ki, sabah kimisə də dəvət eləyəndə, kimisə təsiri altında düşməyik. Yenə tarixi məsələlər var, ixtilaflı məsələlər var. Onlar hamısı, belə deyim də, 2-ci növbədə, 3-cü növbədə, 10-cu növbədə olan məsələlərdir. Amma tövhid məsələsi olsun, ahirətə iman olsun, mələklər aləminə iman olsun, elçilərə iman olsun, kitablara iman olsun, əsas ibadətlərimiz, namazımız, orucumuz, həcimiz, zəkatımız, biz bu məsələlərdə bizdə o dərəcəyə çatıblar ki, kəlmə-i şəhadətdə Muhammed Rasulullah deməyə ehtiyac yoxdur. Nə qədər video paylaşılır bu barədə? Münafiqlər belə bilirdilər ki, Allahın elçisini və sahabələri inandırmaq üçün Muhammedun Rasulullah kəlməsini demək lazımdır. Münafiqun surəsinin 1-ci ayəsi. İzə cəəkəl münafiqunə qalu nəşhədu innəkə lə Rasulullah. Münafiqlər sənin yanına gələndə deyirlər ki, biz şahidlik edirik, şübhəsiz ki, sən Allahın elçisisən. İnnəkə lə Rasulullah. Niyə görə deyirlər bunu? Ətraf inansın ki, bunlar müsəlmandırlar. Tek əşhədu ən la ilahe illallah deməyi deməli yetərli deyildi. Əşhədu ənə Muhammed Rasulullah da deməliydilər ki, ətrafdakı müsəlmanlar inansın ki, bunlar müsəlmandır. İndi çıxıblar deyirlər, yox, kəlmə-i şəhadətdə Muhammed Rasulullah kəlməsinə ehtiyac yoxdur. Eyni şey Əli İmran surəsində də keçir. Ayənin nömrəsini unutdum mən. 100 neçənci ayə olmalıdır. وَمَنْ كَفَرَ مِنْ بَعْدِ إِمَانِهِ وَشَهِدَ أَنَّ رَسُولُ حَقُّ. O kəslər ki, iman etdikdən sonra kafir oldular və onlar şahidlik edirdilər ki, Rasul haqdır, elçi haqdır. Yəni onlar imanı qəbul edəndə şahidlik etdilər. Şəhidə kəlməsi eyni. İndiki zamanda olur əşhədu. Eyni kəlmədir. Şahidlik etmək. İndi kəlmə-i şahadətə, kəlmə-i tövhidi belə parçalayıblar. Nə var? Bir dənə Əli İmran surəsindən ayə getirirlər. Yaxşı, bu mövzuya aid olan digər ayələrə niyə baxmırıq? O ayəyə getirir ki, 18 idi deyəsən, şəhidallahu ənəhu la iləhə illə huvə vəl-mələikətü və ulul ilmi qaimən bil-qist. Allah şahidlik edir ki, ondan başqa heç bir ilah yoxdur. Mələklər də şahidlik edir və ədalət üzərində sabit olan elm əhli də bunu şahidlik edir. Bir ayə ilə bitmir axı. Bu mövzuda 10 dənə ayə varsa, onuna da baxmaq lazımdır.
Çox uzatmaq istəmirəm qardaşlar. Allaha Subhanahu wa Taala dua edirəm Allahın Əl-Haq ismindən. Allah bizə haqqı göstərsin, bu haqq üzərində Allah Subhanahu wa Taala bizi sabit etsin. Bu Quranda neçə duada keçir. Allah Subhanahu wa Taala özü öyrədir bu duaları bizə. "Vasabbit aqdamana." Bizim qədəmlərimizi sabit et. Bu dualar Bəqərə surəsində də var, Əl İmran surəsində də var. Hamı da məsləhət görürəm, öyrənək o duaları çoxlu Allah Subhanahu wa Taala o dua ilə yalvaraq, yaxaraq. Allah Subhanahu wa Taala Əş-Şəfi ismindən Allaha dua edib yalvarım ki, bütün xəstələrimizə, qardaşlara, bacılara, körpələrə Allah Teala kamil şəfa versin. Allahın Əl-Qafur ismindən Allaha dua edib yalvarım ki, Allah bizim bilərəkdən, bilməyərəkdən böyük və kiçik günahlarımızı bağışlasın. Allah sizlərdən də razı olsun. Velhamdülillahi Rabbil alemin.